Məsələn, mən ailə qurmamışdan qabaq özümə bir şey düşünürdüm ki, mən sabah ailə quracağam, övlad da yetişdirəcəm. Deyək ki, bütün standartlara cavab verən, çox tərbiyəli, əxlaqlı bir övladım oldu. Pozulmuş, uşaqlıqları pozulmuş, travmalar qalmış. Yəni uşaqlığını yaşamamış insanlar arasında mən övladımı buraxsam, o övladım o uşaqların arasında əriyib gedəsi. Hətta Adəm Günəş deyilən bir pedaqoq var Türkiyədə. Onun bir sözü var ki, deyir ki, biz deyir topluma şəxsi olaraq faydalı, pedaqoji olaraq, psixoloji olaraq, ruhi olaraq faydalı deyir övlad yetişdirməklə əslində deyir bunu təkcə bir biz edib toplum bunu eləmirsə, yəni eləyən biz isə biz deyir topluma əzməyə imkan verəcək bir insan veririk. Yəni sən ala bu insanı əz. Nəyə görə? Bu gün məsələn bir uşaq öz ideallarını yaşamağa çalışır, ədəbli, əxlaqlı olmağa çalışır. Yaxşı sənə başlanğıcda nümunə vermək ki, uşaq tanıyıram, mən deyir ki, mən özüm söyüş-söyməyi sevmirəm. Məktəbdə söyüş söyləyən insanlar var. Bu uşağın valideyni uşağı Allah razı olsun gözəl yetişdirib ki, uşaq bu dərdədir ki, mən söyüş söyməyi xoşlamıram. Bir insanı incitmək, onun haqqına girmək, ona əziyyət vermək sevmirəm. Amma ətrafımda insanlar bunu edir və o uşaq bu şeyə görə məktəbə getmir. Yəni deyirəm ki, bir insanın mən məqsədim də budur ki, yəni faydalı olmaq deyəndə ilk öncə fayda əslində qalsa özümüzədir. Mən topluma bu gün mən bir nəfər yetişdirirəmsə, İbrahim bir nəfər yetişdirir, Əli bir nəfər yetişdirir, Vəli bir nəfər yetişdirir. Beləliklə bir toplum olur. Boş-boşuna deyilmiş bir söz deyil ki, ailə bir cəmiyyət.